İndi gəlib dayanacaq düz televizorun qabağında. Ayaqlarını qaldır. Ayaqları qaldır, qaldırdım. Damaşlıqları da götür. Damaşnikləri götürdüm. İndi bir dənə qalx ayağa. Ayağa? Hı, yastıqları Qalx çıxar. ayağa. Yastıqları çıxar. Bu ayağını qaldır bir dənə yuxarı. Bu ayağı qaldırdım yuxarı. Yaxşı otur. Salım oturun. Ha, ayağı sal. Ayağı sağ. İndi otur. İndi oturdum. Bir də qalx. Dayan. İndi qalx. Yox, otur yaxşı. Yox, otur yaxşı, oturdum. Sən niyə belə eləyirsən ki? Sən niyə bilirsən? Mən nə varım ki mən? Necə yəni nağarsan? Dur deyirəm durursan, otur deyirəm oturursan, ayağını qaldır deyirəm qaldırırsan. Xeyir ola başa düşmədim. O birdən nəsə xəyanət falan eləyərsən ha mənə. Sən nəsə zibil işin olanda sən belə şeylər eləyirsən. Xəyanət filan ya. Ayıbdır ya. Mənim o yaşımdır. Mən ümumiyyətlə bayaq televizorda gördüm. Orada bir yaşlı müəllim dedi ki, dünyada ən gözəl idman arvadın sözü ilə oturub durmaqdır. Həm sağlamlıqdır, həm də başının salamatçılığıdır. Ona görə nə dersən edin. Durun.